Salam, siz Havada Qalan Söhbətlər layihəsinin növbəti buraxılışını izləyirsiniz. Bu dəfəki qonağımız sosial şəbəkələrin ən pozitiv və ən səmimi influencerlarından biri Nigardır. Yəni, sizin qarşı qeyd edək ki, verilişimiz Avidesk Travel şirkətinin sponsorluğu ilə yayımlanır. Xoş gəlmisiniz. Xoş gördük. Təşəkkürlər dəvətə görə. Mən əslində belə bir təqdimat da vermək istirdim ki, sizə. Məsələn, siz də özünüz necə özünüzü təqdim edirsiniz? Yemək, səyahət, əyləncə bərabərdir Nigar. Çox maraqlıdır. Eynən. Səyahət ən birinci sadəcə olaraq. Gəlin səyahətdən danışaq. Elə bugünkü mövzumuz da səyahətdir. Biz bilirik ki, Nigar, siz ümumiyyətlə lap uşaq yaşlarından əslində bu səyahətə başlamısınız. Elə atanızla birlikdə. Elədir. Biz sosial şəbəkədəki sizin paylaşımlarınızda da bunu görmüşük. Gəlin qayıdaq istəyirsiniz o illərə ki, necə oldu? Ümumiyyətlə ilk səyahətinizi xatırlayırsınızmı və siz o dövrlərdə hansı ölkələrə səyahət eləmisiniz? Buyurun. Xatırlayıram aşağı. Hətta belə deyim, başlanğıcının səbəbini də xatırlayıram. 5 yaşım olanda televizorda bir reklam görmüşdüm. Sabunun reklamı idi və sabunda Eyfel qülləsi görünürdü. Və mən, Paris, belə bunları anamla danışırdım. O qayıtdı ki, bəs 6 yaşım yaxınlaşırdı da, sən təyyarəyə minmək istəyirsən yəqin. Mən başımı aldadıb Moskvaya apardılar. Yəni Paris xəyalı hələ var idi, amma Moskvaya apardılar 6 yaşımda. İlk dəfə olmuşdu səyahətimiz. Elə ad günü bəhanəsi ilə çox zövq almışdım. Yəni bəzi o kadrları xatırlayıram da, məsələn, orada olanda, qayıdanda, amma təbii ki, bütöv şəffaf şəkildə xatırlamıram. Ailə başlanğıc elə olub belə. Və oradan başlamısınız. Əslində bəzən deyirlər bir şəklin tarixçəsi. O dövrlərdə biz sizin bir paylaşımlarınızı görmüşsünüz. Sosial şəbəkələrdə paylaşmışdınız. Birinci atanızla, daha sonra yoldaşınızla da. Bəli. O hekayə də çox maraqlı idi əslində. O hekayə yenə gəlir bura bağlanır. Mən Eyfel qülləsini deyəsən davam eləmişəm deməyə. Üstündən bir neçə il sonra artıq biz Parisə getmişdik. Mən onu reklamdan görüb istədiyimə görə. Parisdə çox qəşəng gəzmişdik. Bir həftə çox qəşəng xatirələrim olmuşdu. Daha sonra açığı mən Parisi çox sevirəm və tələbə vaxtı da getmişəm, dostlarımla da getmişəm, fərqli rəfiqələrlə də getmişəm. Sonra Ayazla birlikdə, yoldaşımla birlikdə gedəndə təsadüfən o ərəfə köhnə videoları tapmışdım. Tam olan videoları və biraz mənim üçün həssas dönəmləri idi deyə baxırdım videoları, görmüşdüm onları. Ondan sonra qərar verdim ki, bəlkə bir keçid videosu alındıraq. Onu da Ayaz sağ olsun kömək eləmişdi. Düzdür, belə ağrıyırdı sonradan çünki mən qucağına qaldırmalıydı. Amma əslində çox nostaljik və çox maraqlı bir işlər. Elədir. Ümumiyyətlə deyirlər ki, Nigar, səyahət yoluxucu xəstəlikdir də. Məsələn, bu səyahət yolculuğun xəstələrindən biri də siz ola bilərsiniz. Yəni ümumiyyətlə Nigar ildə neçə dəfə minimum səyahət eləməlidir? Açığı elə bir şərt yoxdur mənim gözümdə. Sadəcə olaraq bir neçə aydan bir elə bir refresh olursan da, gedirsən, gəlirsən. Düzdür, elə bir ki, öyrəşirsən buna. Amma mən deyə bilmərəm ki, mən rutinimi sevmirəm. Mən səyahətdən sonra evə qayıtmaq hissini də çox sevirəm. Ondan sonra, məsələn, bir neçə ayı sakit keçirtməyi də sevirəm və o müddətdə, məsələn, dayanmadan səyahət düşünürəm də deyə bilmərəm. Bizim ənənəvi suallarımız var ki, onlardan biri də budur ki, ümumiyyətlə Nigarı ən çox heyrətləndirən və ən çox məyus edən ölkələr hansılar olub? Ən çox heyrətləndirən düşünmədən Vyetnam deyə bilərəm. Mən çox zövq alaraq gəzmişəm oranı. 2 həftəlik bir səyahət planlamışdıq. Açığı elə bilirəm ki, mən oranı çox araşdırmadan getmişdim. Ona görə də nə gözləyəcəyimi bilmirdim və çox sakit bir gəzinti olmuşdu. Heç ara tələsmədən, istəyəndə tura qatılırsan, istəməyəndə getmirsən. Və ona görə Vyetnamı həqiqətən çox bəyənmişdim və yenə gedərdim. 1 aylıq gedərdim, 2 aylıq gedərdim. O dərəcə bəyənmişdim. Məni məyus eləyən ölkə deyə bilmərəm açığı. Çünki səyahətdə orada məyus ola biləcək bir səbəb görmürəm. Yəni yeyirsən, içirsən, gəzirsən. Ən azından gözləntinizin necə deyirəm, altında qalan bir ölkə deyirlər. Bir azca düşünüm. Ki, sizə çox tərifləyiblər. Getmisiniz ki, əslində məsələn, yəni okey, ölkə də amma o qədər də deyil. Və yaxud mən daha yaxşısını gözləyirdim. Hansısa maraqsız şəhər var idi mənim üçün. İllər əvvəl solo səyahət etmişdim, özüm gəzirdim və yadımdadır ki, Xorvatiyanı çox qəşəng gəzmişdim. Split, Šibenik, Dubrovnik, sahil kənarı hissələrini. Amma Zagrebdə biraz sıxılmışdım sanki. Biraz maraqsız gəlmişdi mənə. Yaxşı ki, bircə günüm var idi. Elə biraz gəzdim oranı buranı. O qədər də yəni sizin gözünüzdə. Bəlkə də mən yaxşı kəşf eləyə bilməmişəm. Mən belə şeyləri deməli çox çəkinənəm. Çünki məsələn deyirsən, sonra kimsə deyir ki, "Yo, orada bu var, burada bu var." Bu əlaqəsiz bir düşüncədir. Niyə bir də bizdə bir şey var?
Məsələn, biz Aynişan xanımın da bir verilişindən elə siz dediniz yadıma düşdü, elə bunu da izləyicilərə buradan deyim. Məsələn, Aynişan xanım vurğulayır ki, mən Los Angeles sevə bilməmişəm və insanlar vurğulayır, siz niyə sevməmisiniz? Əslində mən həmişə deyirəm ki, insan individualdır da. Yəni hər şey sevməyə bilərsən də. Məsələn, mən çox tərifləyirlər, gedirəm bu yerə, mən bunu bəyənməyə bilərəm. Ola bilər bəlkə keyfin də yoxdur oranı gəzəndə. Yəni, başın ağrıyır. Həmin dövrdə baxın elə linçlərə biz həmişə toxunuruq mövzu olaraq. Yəqin ki, sizə də yazırlar. Bu istənilən formada kontent varsa yazırlar da. Məsələn, sizin də həmişə özünüzə məxsus bəzən cavablarınız olur. 100% ki, bu rəylər var da. Məsələn, bunlar bu boyda pulu hardan alır gəzmək? Bax, onlara həm bu kameradan vasitəsilə, həm ümumiyyətlə belə şeylərə necə cavab verirsiniz? Necə reaksiya verirsiniz? Yəni sualdır da əslində. Onun da haqqı var sual verməyə gəlir, yazmağa gəlir, yazır, rəy keçir, sadəcə cavabsız qalır. Yəni sadəcə olaraq insanlar özünə fokuslanır da əslində ki, mən bunu istəyirəm, başqasında var deyə deyil. Elə ki, yaşayanda daha rahat olur. Belə suallara baş qoşmayanda daha rahat olur həyat məncə. Yəni gərək ki, çünki onlar olduqca məncə siz mənfiyə köklənəcək. Deməli bizim bir rubrikamız var və bu rubrika çox maraqlı bir rubrikadır. Mən indi sizə bir balaca seçim qarşısına qoya bilərəm. Belə ki, təyyarədə kimlə, hansı məşhurla yanaşı getmək istəyirsiniz deyə bir rubrikamız var. Əgər hazırsınızsa, mən sizə sualları verəcəm və insanları müqayisəm, siz də cavablayacaqsınız. Hazırsınız? Ayda, qorxuram bu dəqiqə. Narahat olmayın. Çox yaxşı suallarımız var. Başlayaq mı? Hazır deyiləm, amma başlayaq. Əziz dostlar, Nigarla birlikdə təyyarədə hansı məşhurla səyahət etmək rubrikasına başlayırıq. Mən sizə elə başlayaq ilk yaxın dostlarınızla və yaxud sosial şəbəkədəki həmkarlarınızla, blogerlərlə başlayaq. Kimdən getmək istəyirsiniz? Həmayal xanım yoxsa Aynişan xanım? Həmayal, sorry. Aynişan xanımdan təbii ki. Biraz da məncə burada çətinlik çəkəcəksiniz. Aynişan yoxsa Nigar Fərzəli? Niguş, sorry, Aynişandan. Aynişan yoxsa Murad Arif? Aynişandan. Aynişan yoxsa Tunzalə Ağayeva? Artıq içindən üzr istəmədən deyirəm Aynişan. Aynişan yoxsa Röya? Təsəvvür edin. Biraz çətinləşdirdiniz. Məncə çətindir. Orada 3 nəfərlik yer var. Biz elə bil ki, bir nəfərli idi bizdə. Yol uzunsa biraz söhbət lazımdır. Mən Ayni ilə istəyərəm. Yaxşı, Aynişan yoxsa Aygün Kazımova? Ağ elədiniz. Ağ elədiniz. Aygün Kazımova deyərdim. Çünki uşaqlıqda çox sevmişəm onu. Aygün Kazımova yoxsa Zahir Baxşəliyev? Aygün Kazımova. Aygün Kazımova yoxsa Üzeyir Mehdizadə? Aygün Kazımova. Aygün Kazımova yoxsa Cristiano Ronaldo? Ayda. Çox belə dönüş dəhşət oldu. Cristiano Ronaldo ilə istəyərdim yəni konuşmaq. Cristiano Ronaldo yoxsa Hadisə? Mən seçim elədikcə onunla da uçuram, sonra ona gedirəm. Yəni siz seçim edirsiniz, dəyişir də bilmirəm. Artıq son birində qərarlaşmalıyıq biz. Cristiano ilə 5 dəqiqə oturduq, bəs də Hadisə ilə davam eləyə bilərik. Okay. Hadisə yoxsa Jennifer Lopez? Jennifer Lopez. Jennifer Lopez yoxsa Kəmalə Günəşli? Çox çətin qərardır. Jennifer Lopez-lə. Jennifer Lopez yoxsa Burak Özçivit? Jennifer Lopez. Jennifer Lopez yoxsa Mir Yusif? Mir Yusifin də mahnılarını çox sevirəm, amma Jennifer Lopez. Jennifer Lopez yoxsa Beyoncé? Beyoncé. Beyoncé yoxsa Kənan Emirzaloğlu? Ayda. Və bu sonuncu. Artıq burada qərar verəcəksiniz. Burada qərar verin. Bəli. Tərəzimiz biraz şey oldu. Bəli. Ham oldu burada. Beyoncé olsun. Əla. Deməli siz təyyarədə Beyoncé-la birlikdə səyahət edərsiniz. Çox həll olardı. Çox maraqlıdır əslində. Çox həll olardı. Ümumiyyətlə buradakı təsəvvürün insanlarla həqiqi səyahət biraz fərqli təcrübə olur biraz. Amma siz Beyoncé-dan inşallah ümid edirik ki, çox qəşəng olardı. tez bir zamanda necəsə belə bir arzu da reallaşar. Təşəkkür edirik. Və belə bir sual. Ümumiyyətlə ən yaxın səyahət yoldaşınız sualını mən sizə verməyəcəm. Çünki mən belə başa düşürəm ki, bu elə Ayaz bəydir. Çox maraqlıdır ki, sizin özünüzün həm ruh uyumu var, həm səyahətdə maraqlı partnyordur, həm çəkiliş formaları. Yəni bu yaxşıdır. Doğrudan da bizə maraqlıdır, sir deyil. Ümumiyyətlə bu tanışlıq necə başlayıb və bu ruh uyumu necə oldu? Yəni bu sosial şəbəkədə də bu qədər səmimi olmaq da çox maraqlıdır. Qısa yoxsa uzada necə istəyirsiniz? Yəni bizim hər hansısa bir xronometrajımız yoxdur. Uzun da danışa bilərsiniz, qısa da danışa bilərsiniz. Çox uzatmadan əsas məqamları deyim. Mən yenə bir səyahətdə idim, özümlə baş-başa. Və o zamanlar profilimdə açıq idi. Açırdım, bağlayırdım. Nəysə, Ayaz mənə Instagramdan follow göndərmişdi. Mən də heç bilmirəm niyə. Girdim, gördüm belə o
qəribə şəkillər yükləyən qaqaşlardan belə düzgün qabağında idman filan. Bilmirəm niyə mən də onu follow back elədim və izləşdik. Christmas ərəfəsi idi. Səyahəti ilə bağlı kommentlər filan elədi. Görüşdük biz bir dəfə kofe üçün. Mən sıfır enerji aldım Ayazdan, yəni sıfır. Həqiqətən belə oturuq. Dediyinə görə də məni gözlədiyi kimi çıxmamışdım. Sözü də deyir yəni. Deməli, nəsə deməlidir ya yox. Sonra uzun müddət mən əməlli cavabsız qoyurdum o mesajlarını. Sonradan girib o köhnə mesajlara baxırsan, şoka düşürəm ki, ay Allah, nə qədər hörmətsiz insan olmuşam mən. Fikir də verməmişəm mesajlarına. Bir neçə ay sonra artıq mənə unfollow elədi cavab. Cavab gəlmədiyini görəndə. Amma stalklayırdı məni, storylərime falan baxırdı. Nəysə, mən yenə bir səyahətə getmişdim özüm. O ərəfədə qərar verdim ki, Ayaz mənim storyimə baxsa, mən yazacağam. Və beləcə biz artıq yenidən danışmağa başladıq. Mən Bakıya qaydanda görüşdük və elə o vaxtdan da 5 ay sonra evlilik təklif etdi. Və belə bizim səyahətlərimiz başladı. Yəni səyahətlə başlayan bir münasibət elə səyahətə doğru. Ayaz bəyin də özünün də marağı var idi mi səyahətlərə, yoxsa biraz sizin təkidinizlə mi gedir? Məncə yox, elə özü də deyir ki, məsələn, izləməyi sevirdi, səyahət bəyənirdi, amma çox səyahət etmirdi. Biz elə ilk dəfə səyahətimizi Moskvaya birlikdə etmişdik. Ondan sonra daha bir neçə il mən idim, məsələn, deyən ki, gəl, ora gedək, push eləyirdim də, oranı seçib. O paylaşımlarını görürdünüz. O səyahət. Ki, Ayaz arxada işləyir, mən artıq düşünürəm. Eynən. Əslində əvvəllər o elə idi. Amma son 1-2 ildə artıq biraz dəyişibdi balansımız. Ayaz məndən daha çox məsələn bütün planlamanı o eləyir, əvvəla onu deyim. Yəni əvvəl biraz deyirdim, orada bax, burada bax. Sonra başını buraxdım, bütün planlama onun boyundadır və səyahətdə məndən daha çox istəyir. Çox maraqlıdır əslində, doğrudan da. Əslində çox adam elə bilir ki, o məcburən gedir, amma yox. Bir növdə belə bir məsələ var da, bu artıq uğurlu evlilik biz bunu adlandıra bilərik ki, istənilən formada iki tərəf bir-birinin maraqlarını başa düşür və anlayır. Sizi də izləyən məsələn yüzlərlə, minlərlə xanım var da. Siz də həmin insanlara təsir edən bir nigar kimi düşünsək və yaxud cavab versək. Sizə görə ümumiyyətlə mövzudan kənarda olsa bu sual vermək istəyirəm. Uğurlu evliliyin sirri nədir sizin üçün? Uğurlu evlilik dərdində olmamaqdır məncə məsələ. Öz üzərinizdə işləyib, özünüzlə xoş vaxt keçirmək, özünüz xoşbəxt olduqdan sonra onsuz da siz hər şeydə doğru olanı tapacaqsınız axır əvvəl deyə düşünürəm. Təbii ki, yanılmalar da olur proses boyunca. Sadəcə olaraq qorxmadan, çəkinmədən seçim eləyə bilmək lazımdır ki, məsələn, bizdə olur ki, bəzən day keçibdi, olar, bu qədər zaman xərcləmişəm, belə düşüncələr olmasın insanlarda düşünürəm. Vaxtında doğru qərarı verib geri çəkilmək insanlara daha yaxşı təsir göstərir məncə. Yəni əsas məqam addım atmaqdır və doğru qərar vermək. Elədir. Baxın, qərar verirsiniz və bu səyahətlərə çıxırsınız. Hər şey əslində çox yaxşıdır. Bir də mən həmişə bunu bizim qonaqlarımıza sual verirəm ki, biz bayaq danışmışdıq. Bilirsiniz, cəmaət nə deyir ifadəsinin qırmaq məsələsi var. Və siz necə qırmısınız o stereotipi? Açığı mənim atam uşaq vaxtından elə idi. Həmişə məsələn gəldilər, dedilər ki, bəs belə deyir, o belə qələt eləyir. O belə mən onunla böyümüşəm ki, o qələt eləyir, bu qələt eləyir. Mən də açığı çox, yəni o mənə təsir göstərmir heç bir qərarımda. Mən hər zaman qərarı özüm verirəm sonunda. Amma fikirlər, sözlər təsir eləyə bilir. Ki, incidə bilir də məsələn belə şeylər, amma son qərarda təsiri olmamalıdır. Yəni bizim düşüncəmizi dəyişməməlidir. Əgər sağlam tənqid varsa. Elədir. Sağlam tənqid varsa, day da mənim qərarıma köməyi dəyə bilər. Mən onu oturacağam, düşünəcəm, qərar verəcəm ki, day da sağ olsun da, belə yönləndirdi, bu doğruymuş məncə mənim üçün. Amma yenə deyirəm, hər kəs özü üçün ən doğru olanı özü bilir. Əla. Çox maraqlı. İndi qayıdaq biz əsas mövzumuza. Mən orada o kameraya da baxmaq istəyirəm. Siz hansı kameraya istəyirsiniz baxa bilərsiniz. Yəni bizdə çox rahatdır dediyimiz kimi. Necə istəyirsinizsə söhbət edə bilərsiniz. Deməli bizim maraqlı suallarımızdan biri də budur ki, biz ümumiyyətlə bilirik ki, elə başda da vurğuladıq. Sizin yeməklərə qarşı ayrıca bir həssaslığınız var da. Və səhv eləmirəmsə müsahibələrinizdən birində İtalyan mətbəxini sevdiyinizi vurğulamışdınız. Ümumiyyətlə daha çox hansı ölkənin mətbəxi sizə xoş gəlir? Mən öz yeməklərimizi çox sevirəm. Dəhşət sevirəm. Yəni kababından tut, plovuna, quzu səbətinə. Yəni burada belə day kafesindən danışa bilərəm. Həqiqətən mənim üçün çox dadı möhtəşəmdir və mən uzun illər xaricdə oxuyub yaşadığıma görə
o daha da dəyərli olubdu mənim üçün. Məsələn, mən Bakıya hər qayıdanda dedim, dolma bişir, aş bişir, mama nə olur onu bişir. Ona görə mənim üçün birinci bizim mətbəximizdir. Yalan deyə bilmərəm. Daha sonrasında mən dəniz məhsullarını çox sevirəm. Xəmirli yeməkləri çox sevirəm. Məsələn, ən sevdiyim yeməklərdən biri düzdür, bu sadalatlıqlarının əlavədir, amma yenə də pho supu var Vyetnamların. Böyük kasada çox dadlı ət supu kimi deyim. İçində həm noodle olur, həm ət olur, həm çox dadlı bulyonu olur, üstündə göyərtilər filan. Yəni mütləq bir dəfə yoxlamağınızı tövsiyə edirəm. Həm yüngüldür, həm dadlıdır, həm adamı çox doyurur. Həqiqətən onun Bakıda yoxluğunu çəkirəm. Bəli, pho supu. Buradan onda Rövşənə deyək, bizim montaj rejissorumuza onu bir dənə çıxaraq görək, biz də baxaq. Montajda mütləq əlavə olunsun pho supu. Ən birinci o ağlıma gəlir, amma digər onsuz da dediyim kimi. Məsələn, müxtəlif şəraitlər olur. Siz bəzi ölkələrə gedirsiniz, o ölkələrin biraz mətbəxi fərqli olur. Onda nə çətinlik çəkmirsiniz onda yoxsa necə? Açığı belə deyim, mən fərqli dadları yoxlamağı sevən biriyəm. Yenə deyirəm, dəniz məhsullarını da yeyə bilirəm deyə, ona görə çətinlik çəkmirəm yeni şeyi yoxlamağa məsələn. Sadəcə təmiz olsun mənim üçün. Əsas odur ki, amma məsələn Asiyada gəzəndə bəzən olur ki, yolüstü hansısa kafaya aparırlar turla falan filan. Bəzən olur ki, məni görüntü qane etmir. Məsələn, elə Vyetnamda eynisi olmuşdu. Biz bir turun sonunda bizi turda daxil idi ki, sizi ənənəvi, ailəvi bir yemək yeməyə aparacağıq. İlahi, turun sonudur. Biz acından ölə-ölə əsirəm mən artıq. Gətirdilər yol kənarında bir kafe tərzində bir yerdir. Amma biz də görürük də elə yerləri ki, bilirsən onun mətbəxi nə gündədir. Eynən. Ora getdim əlimi yumağa, beləyəm artıq qaydanda ki, mən burada nə versələr yeyə bilmərəm. Onsuz da gətirdikləri yemək də çox yağlı idi, toyuğun mənasız hissələri falan. Nəsə mən qabı itələdim, amma Avropalılar o yeməyi elə yeyirdilər, elə dadla yeyirdilər. Mən istəyirdim qışqırım ki, siz mətbəxini təsəvvür eləmirsiniz, nə olar qoyun onu. Arxasına keç bax gör nə var orada. Qeyd eləyək ki, verilişimiz Aviadesk Travel şirkətinin sponsorluğu ilə yayımlanır. Aviadesk Travel şirkəti ölkədə uzun müddətli turizm sahəsində fəaliyyət göstərən öndə gedən şirkətlərdən biridir. Bu dəfə Aviadesk Travel şirkəti sizə səyahət üçün tamam fərqli bir istiqamət təklif edir. Artıq siz Antalya, Bodrum, Montenegro kimi adları unuda bilərsiniz. Çünki bu dəfə Aviadesk Travel şirkəti sizə Birləşmiş Ərəb Əmirlikliyinin gizli qalan cənnəti Ras Al Xaiməyə səyahət etməyi təklif edir. Düşünün, Dubay səviyyəsində xidmət, amma Antalyadan daha sərfəli. Yalnız resort otellər, lüks və elit istirahət. Ən əsası isə vizasız səyahət. Daha ətraflı məlumat almaq üçün aşağıdakı nömrələrlə elə indi tələsin və əlaqə saxlayın. Qeyd eləyək ki, hazırda Ras Al Xaimə bölgəsinə qaynar tur paketləri də mövcuddur. Ümumiyyətlə, bugünə qədər bir çox ölkələrdə olmuşsunuz. Mən sizə maraqlı hadisələr və yaxud gülməli anlar desəm, bu yəqin ki, çox olar və sizə də düşünməyə zaman olar. Çox olar və heç biri ağlıma gəlməz. Əgər bu, amma məsələn, həmişə tam lap ola bilər siz rəfiqələrinizlə, ola bilər yoldaşınızla. Səyahət zamanı mən sizə biraz fərqli sual verim. Çətin durumda, çarəsiz durumda qaldığınız bir an olubmu? Bu dil bariyerinə görə ola bilər və yaxud hər hansısa bir resursun olmadığına görə ola bilər. Birazca mənə vaxt verin, düşünün. Buyurun. 2 hours later. Ondan qoyarım. Artıq veriliş bitir. Nigar hələ də düşünür. 2 hours later. Əslində belə ilk düşünəndə ağlıma gəlir. 15 hardasa 15 il, 13-14 il əvvəl yenə tələbə olanda 2 rəfiqəmlə birlikdə İngiltərədən İtaliyaya səyahətə gedirdik. Yay tətili üçün və o vaxtda Ryanair markadı çəkə bilərəm, yoxsa ucuz şeylərdən. O vaxtda Ryanair-lə ilk dəfə uçasıydıq. Ucuz biletlərimizi oradan almışdıq. İlk dəfədir belə bir hava yolları şirkəti. İlk dəfədir bu şirkətdən istifadə edəcəyik. Heç nədən xəbərimiz yoxdur. Və inanırsınız, indi məsələn o şirkətlərdə sənə yer təyin olunur və ya ekstra biraz ücrətlə ala bilirsən. O vaxt çox baha idi deyəsən və biz yer almamışdıq da, yəni. Bildiyiniz təyyarəyə minmək üçün bir avtobus adam basa-basla mindik əvvəla. Bu şoku bir-birimizdən üçümüz birlikdə yaşadıq orada. Bir-birimizi əl-ələ tutmağa çalışırdıq ki, itirməyək, yan-yana düşək. Avtobusa gedirik. Baxırıq ki, Nigar, sən ora bax, Ləman, sən bura bax, belə şeylər eləyirdik. Sonra 3 yan-yana bir yer tapdıq. Tez ora çökmək istədik. Stüardasa qayıtdı belə ki, no, orada otura bilmərsən də, ora rezervdir.
Orada da heç nə qoyulmamışdı və rəfiqəm çevrildi, dedi ki, bəs nəsə rezerv olunubsa, bura bir şey Qoyun qoyun da. bilək də. Bu avtobus Yevlağa getmir də, yəni o söhbət. Allah ondan. Stüardessa qayıtdı ki, nəsə də biraz uzun çəkdi söhbətləri. Stüardessa axırda qayıtdı ki, xanım, mən sizlə necə deyirlər, xoş davranmağa çalışıram. Bizə qayıtdı. Rəfiqəm də çevrildi belədir ki, xanım, sizin işiniz mənə xoş davranmaqdır. Yəni də. Və bizə yer elədilər. Oturduq gül kimi. Təyyarə qalxdı. Təyyarə qalxanda əl çaldılar. Şokdaydım. Düşəndə ki, qalxmaya da bilərmiş bu Oo. sən demə. Belə yəni ən qorxulu halım olmuşdu mən. Bəs Nigarın ən bahalı səyahət səhvi? Ən bahalı səyahəti. Ən bahalı səyahət səhvi. Yəni Səhvi. bəli. Bir dəqiqə. Hə. Səyahət səhvi deyə bilmərəm, seçim idi. Aha. Bir neçə ay əvvəl İtaliyaya gedəndə bir tur almışdıq. Elə bil ki, Florensiyada qalırdıq. Günlərdən biri bir tura gedəsiydik. Və bu tur üçün deyəsən $300 bir məbləğ ödəmişdik. Amma o qədər yorulmuşduq ki, səhər belə budilnikin saatını gözləyirsən ki, o oyansın, yoxsa sən oyansın. Heç birimiz oyanmaq istəmədik. Axırı Ayaz qayıtdı ki, bəlkə getməyək dedim. Getməyək. Və o $300 yandı orada. Hə, o $300 sağollaşdıq. Siz ödəmişdiniz yoxsa Ayaz ödəmişdiniz? Yarı-yarı. Yarı-yarı ödəmişlər. Onda çox da belə rasxot böyük olmur. Bəs maraqlıdır, sizə görə ən lazımsız baha olan şəhər hansı idi məsələn səyahət zamanı? Ki orada çox şey dəhşət baha. Lazımsız baha deyə bilmərəm yenə mən. Çünki onların özünün belə deyək Yəni bizlə özümüzə İsveçrə çox baha gəlirdi hər dəfə keçəndə. İngiltərədə biraz digərlərinə baxanda bahadır, amma ən ağlıma gələn İsveçrədə bu dəqiqə ki, ora gedəndə çox pul xərcləmişdik, Ayazın gözləri belələr qalmışdı. Siz Florensiya dediniz, mənim yadıma nə düşdü? Ötən günlərdə sizin bir paylaşımınız var idi. Nə baş vermişdi orada? Deyəsən siz Florensiyada olan zaman bir oturmuşdunuz, evlilik təklifimi, bir parkda oturanda deyəsən evlilik təklifinə bir şahidlik eləmişdiniz. Paylaşım eləmişsiniz sosial şəbəkədə bundan bağlı. Siz əyləşmisiniz, bir fotoaparatla gəliblər, orada deyəsən evlilik təklifi olub, şəkil sizin elə bir Mən B12 eksikliyidir. Siz elə bil mən sizə indi o videonu izah eləyirəm ki, siz əyləşmisiniz və sanki mən orada olmuşam. Hə, yadıma düşdü. Nə baş vermişdi orada? Hə, o deməli Florensiyanın ən yüksək nöqtələrindən biridir. Hər kəs ora axşamlar musiqiyə qulaq asmağa, gün batımını izləməyə gəlir və pilləkən tamamilə insanlarla dolu olur. Və biz o pilləkəndə yer tapa bilməmişdik. Sadəcə ortada yeriyirdik, gün batımını gözləyirdik. Birdən Asiyalı bir cütlük yaxınlaşdı, elə fotoqraflar ilə birlikdə. Onsuz da şəkil çəkdirirdilər, onu görürdük. Gəlinən bəy fotoqraf yönləndirdi ki, bəs qalx yuxarı. Və başladı bizə də necə poz verməli olduğumuzu deməyə. Bütün pilləkən boyunca nə qədər 500-600 nəfər oturmuşdur da minimum mən. Bizə əl çal deyir, əl çalırıq. Ya ürək göstər deyir, ürək göstərir. Hamını idarə edir. Hamını idarə elədi. Ən sonunda da bəy gəlin belə cəmaata sirklərdə olur belə konfetləri tulladı cəmaatın üstünə təşəkkür niyyətinə. Hamı əl çaldı. Elə bunlar getmişdi ki, 3 dəqiqə sonra yenə bir bəy gəlin də gəldi öz fotoqrafı ilə. O da gəldi, başladı ki, əl çalın, ürək tutun, eləyin. Yəni, qaldıqca o bəy gəlinlər davamlı idi. Əllatlar, rasxotsuz işlərsində. Kast orada var, aktyor, aktrisa hamı var. Hamı oturub hazırdı. Dedilər ki, çox adam gəlirmiş bura. Həqiqətən çox turist görür də. Belə, deyəsən, ən məşhur. Necə ki, bizdə Heydər Əliyev mərkəzində çox gəlinlər olur, sentyabrda. Eynisi Florensiyada var. Dostlarımız varsa, eləmək istəyirlərsə gedə bilərlər Florensiyada. Bax, belə bir maraqlı. Bəs başqa hansı lokal adət ola bilər və yaxud maraqlı bir ənənə ola bilər, rastlaşmısınız və yaxud maraqlı hadisə xarici səfərlərdə buna oxşar, bundan fərqli? Düşünürəm. Ya çəkib paylaşa bilmədiyiniz, ya çəkə bilmədiyiniz. Ağlıma çox bir şey gəlmir. Yenə deyirəm, siz yanlış qonaq dəvət eləmisiniz. Sağ olun. Ağlıma gəlmir bütün xatirələrim. Gəlin onda biz sizi biraz da sınağa çəkək. Bəli, buyurun. Və sınağa çəkəndən sonra artıq digər məsələni də sizlə birlikdə yenidən, siz də ona qədər düşünün. Bizim ənlər rubrikamız var. Biz sizə sürətli formada, mən sizə ən, məsələn, romantik şəhər deyəndə siz artıq deməli siz çox az düşünməyə vaxtınız var. Ağlınıza gələn ilk ölkə və ilk şəhəri bizim üçün deməlisiniz. Tamam. Hazırsınız? Hazıram. Əziz dostlar, havada qalan söhbətlərdə bu dəfə Nigarla ənlər rubrikası. Başlayaqmı? Başlayaq. Elə başlayaq. Ən romantik şəhər. Paris. Ən çox şəkil çəkdirdiyiniz şəhər. Paris. Ən dadlı mətbəx. İtaliya. Ən gərgin olduğunuz ölkə. Azərbaycan.
Sizə görə ən səmimi xalq. Azərbaycan. Aha. Ən gözəl gün batımı. İndoneziya, Bali. Ən qənaətli səfər. Vyetnam. Ən qəribə adət-ənənə. Ağlıma gəlmir. Aha, pas. Dünya. Dünya. Hər yan bir qəribə Ya, aləti var. ən duyğusal olduğunuz şəhər. Ən duyğusal olduğum şəhər Venesiya. Ən bahalı məkan. London. Ən çətin şəhər. Ən çətin. İstanbul. O. Ən möhtəşəm mənzərə. Ən möhtəşəm mənzərə. Yenə London demək istəyirəm. Ən bir də qayıtmaq istədiyiniz şəhər. London. Əla. Londondan davam elədinizsə, mən də elə sualı belə bir sual da verim. Təsəvvür edin ki, bu gündən sonra ömrünüzün axırına kimi ancaq bir ölkəyə səfər etmə şansınız olsa bu hansı olardı? Ayda, biraz çətin London mu olardı yoxsa yox? İki dənə Artıq bu rubrika bitib, yəni sadəcə sual iki aldım. ölkə olsaydı, biri 100% İngiltərə olardı. Bir seçim var və Nigar ancaq ora səyahət eləməlidir bu gündən sonra. Elə olmaz axı. Bəs bunun yayı var, qışı var, dənizi var, Belə qarı bir var. şey, bu bizim əlimizdə olan bir şey deyil. Təsəvvür edin ki, belə bir, yəni necə deyim, belə bir an var və ancaq siz ora səyahət eləməlisiniz. Ömrünüzün axırına kimi. İtaliya deyərdim. Maraqlıdır ki, verilişə gələn qonaqlarımızın 90%-i, yəni Azər qəlibdən tut, elə sizin rəfiqələriniz və digər dostların hamısı İtaliya. İtaliyadan bu qədər sizi ofsunlayan doğrudan nədir məsələn? Çünki İtaliyanın yayı da qışı da məncə gözəldir. Yeməkləri çox dadlıdır. Xoşdur yəni oranı gəzmək, görmək. Hər yay məsələn biz Avropa səyahəti planlayanda Ayaz deyir ki, biz bu dəfə İspaniya, bu dəfə Portuqaliya, ora-bura, axırda biz gedirik İtaliyaya gəzirik. Həqiqətən o qədər gözəldir. Yəni sırf yay İtaliyası çox ayrıdır məncə. Maraqlıdır. Baxın, səyahət eləmək əslində insanlara görə dəyişir. Kimisinə görə dünya görüşünü artırır, kimisinə görə azadlıq hissi verir. Bəzən deyirlər ki, məsələn, səyahət eləyib insan fərqli mədəniyyətləri, fərqli insanları görəndə gəlib Azərbaycana və yaxud qaldığı ölkədə daha yaxşı yaşamaq üçün bir də məsuliyyətini artırır. Sizə görə ümumiyyətlə bəs səyahət nədir yəni? Bu doğrudan mı azadlıqdır, yoxsa nədənsə qaçmaqdır, yoxsa özünü tapmaqdır? O baxır insana məncə. Məsələn, mən elə insanları tanıyıram ki, həqiqətən qaçmaq kimi istifadə edirlər bunu və dediyim kimi geri qayıdanda dayda pis olurlar. Amma sən ondan sadəcə zövq üçün istifadə edirsənsə, həqiqətən sırf zövq alırsansa, nədənsə qaçmırsansa, problemlərin hamısını burada həll eləmisənsə, beynin rahatdırsa, sən gedəndə də xoşbəxt olursan, qayıdanda da xoşbəxt olursan. Və sənin üçün səyahət sadəcə sırf səyahət etmək istəyirsən deyə var. Başqa problemlərdən qaçmaq üçün yox. Maraqlıdır. Nigar, baxın, sosial şəbəkələrdə daim biz elə vurğuladıq, artıq sonlara doğrudur müsahibələrin və məsələn təqdimata da mən vurğuladım ki, doğrudan da siz sosial şəbəkələrdə ən səmimi, ən pozitiv influencerlardan biri sayılırsınız. Təşəkkür edirəm. Bəs çətin deyilmi hər dəfə bu bir növ həyatınızın necə deyirlər, mottosudurmu və yaxud siz həyatın hər anında beləsiz, yoxsa hər dəfə elə görünmək, yəni bu çətin, hər dəfə pozitivliyi insanlara və pozitivliyi insanlara bir növ göstərmək və müxtəlif mühitlərdə kompleksiz olmaq. Məsələn, mən bu veriliş sualları hazırlayanda anam sizin bir videonuzu göstərmə deyir. Mən bu qıza sizin bir video, məsələn bizdə də məsələn sizin bir videonuz var. Siz o videoda nəsə hazırlaşırsınız, arxada Ayaz məsələn əlində zibil qabları. Bu normalda bəzən məsələn influencer üçün bunu paylaşmaq istəmir ki, burada məsələn istəmirəm daha estetik görüntü olsun, amma bu bizə yaxındır deyə səmimi görüntüdür. Bax, onu da vurğulamaq istəyirəm ki, səmimi olmaq və olduğun kimi görünmək sosial şəbəkədə bu bəzən də risk olur da. Məsələn, siz olduğunuz kimi görünəndə də insanlara risk edir. Əslində onda da əslində səni onsuz da bəyənmək istəməyən, belə də bəyənməyəcək, elə də bəyənməyəcək. Xoş görməyən hər halında xoş görməyəcək. Onu qırağa qoyuram. Amma məsələn sırf pozitivliyə və səmimiliyə bağlı cavablarımı vermək istəyirəm. Pozitivlik mənə məsələn həm çox, yəni həqiqətən bu barədə kompliment edirlər və izləyicilərimin böyük hissəsi belə insanlardır ki, bunu xoş görürlər və bəyənirlər. Amma bəzən kommentlər alır ki, bəs bu da elə hey gülür, bəs bezdim bunu abartır falan filan belə şeylər. Sadəcə olaraq mən bilirəm ki, içi mən qarışıq, hər kəsin günü ancaq xoş şeylər deyil də. Yəni problemlərlə boğuşuruq, nəyisə həll edirik, ora tələsirik, bura tələsirik. Instagramı və ya TikToku açanda mən əlavə neqativ enerji almaq istəmirəm. Ona görə də mən sadəcə başıma gələn və ya özümün xoş bildiyim, pozitiv bildiklərimi bölüşmək istəyirəm ki, yaxşılıq olsun da. Yəni nə mənası var mən öz neqativimi tökəcəmsə, öz problemimdən davamlı danışacağamsa, ona mənim yəni pozitivi paylaşmaq səbəbim budur.
Amma özümün keçmişimə baxanda, məsələn, bir neçə il öncəyə baxanda, görürəm ki, hə, mən onda daha bir başqa idim. Sanki ekstra bir, ekstra gülmək, ekstra oynamaq, amma onda da onu hiss eləyirdim deyə yaşayırdım. İndi daha belə biraz daha sakitəm sanki. Siz dediyiniz məqama gəlirəm. Uzatdım. Narahat olmayın. Ki hə, həqiqətən səmimi şəkildə onda necə idimsə onu da paylaşırdım. Onda biraz ekstra pozitiv idim. İndi amma biraz daha sakitəm və onu da yenə paylaşıram olduğu kimi. Amma yenə də neqativləri biraz kənara qoyaraq paylaşıram. Yəni insanlar sizi izləyirsə və siz onlara təsir edirsinizsə, məncə bu ümumiyyətlə səmimilik və pozitivlik elə bir şeydir ki, bunun insanlara nə qədər göstərir. Bir növ bu yaxşı xəstəlik də mən deyərdim. Baxırsınız və onu alırsınız. Və ümumiyyətlə sosial şəbəkə başlama yolunuz necə olub məsələn? Siz nə vaxtdan başlamısınız? Mən marketinq şirkətində çalışırdım və influencerlarla, blogerlərlə əməkdaşlıqlar edirdik o vaxt. Və özümün mənim hər zamandan Instagrama çox marağım var idi. Hətta yadımdadır ki, mən ilk dəfə Instagramı açmışdım 2012-də və bir il ərzində o qədər da belə öyrəşmişdim. Dayanmadan Instagram refresh edirdim deyə. İlin sonunda profilimi bağlamışdım ki, biraz özümə gəlim. Yəni o vaxtdan əslində mən həqiqətən nəsə post eləyim, nəyisə düzəldim filan və bunlara marağım var idi və elə sonradan da profilimi açdım. Ayaz da sağ olsun evlilik təklif elədi. Əsas məqam. Oradan da səhifə böyüdü. Və bu gün kifayət qədər izləyiciniz var və maraqlı kontentiniz var. Və bizim son hər dəfə izləyici, daha doğrusu qonaqlarımızla sonda bir top 5 rubrikamız olur. Və biz sizin ruhunuza uyğun bir top 5 rubrikası hazırlamışıq. İndi mən burada süni intellektdən bir kömək alacağam. Çünki o bizə bu mövzuda kömək eləyir. Belə ki, Avropada ən pozitiv 5 xalq biz. Yəni eynən sizə uyğun. Siz deyəcəksiniz və biz görəcəyik ki, bu doğrudan da belədirmi? Top 5-də varmı? Avropanın pozitiv, xoşbəxt hansı? Yəni xoşbəxt də ola bilər, pozitiv də ola bilər. Əslində burada ümumi, yəni hər ikisini də biz götürə bilərik. Elə xoşbəxt kimi götürə bilərik. Hazırsınızsa başlayaq. Hazıram. Bəli, havada qalan söhbətlərdə Nigarla birlikdə top 5 rubrikası. Başlayaq. Avropada ən pozitiv 5 xalq. Sizcə hansılar var burada siyahıda? Mən pozitivliyi xoşbəxtliklə biraz əlaqələndirərək şimaldan hansısa ölkələrdən birini demək istəyirəm. Danimarka deyə bilərik. Yoxdur, təəssüf. Okey, onda biraz oynağan millətlərdən deyək, İspaniya. Var, hətta ikincidir. Okey. Onda elə İtaliyanı da deyək. Birincidir. İtaliya, İspaniya deyək, Portuqaliya. Dördüncüdür. Siz artıq hər... Mən tutdum. Birini də deyin, biri də qalacaq dostlara. 100-ə qədər gedəcəm. Portuqaliya, gözlüyüm biraz ötürüm. Deməli, İtalyanlar 1, İspanlar 2, Portuqallar 4. Buralarda başqa kimlərdən götürə bilərik? Almanlar, Avstriyalar, onları qoy qırağa. Bir dəqiqə, burasını kat-kat eləyərsin. Ya da sürətləndirərsin. Kəsib çıxaracaq, heç problem. Əlimizdədir onsuz da. Gözlüyüm də oradan düşünüm, xəritəni gözümün qabağına gətirim. Bilmirəm, Fransa, İngiltərə deyimmi, deməyimmi? Yoxdur, onlar yoxdur, bəli. Tapam. Baxın, gəlin belə eləyək. Mən sizə, siz üçünü tapdınız deyə birbaşa. Mən sizə biraz kömək eləyim ki... Tapmaq istəyirəm. Şimalda var? Məsələn. Yəni şimaldan nəsə varmı oralarda? Yəni siz deyin, mən ona... Məsələn, Finlandiya. Yox, təəssüf ki... Bundan günəşi də yoxdur. Hardan olsun pozitiv? Yəni insanlar onsuz da qanı qaradır. Yunanistan. Ayala. 5-ci Yunanistandır. Deməli, dostlar, İtalyanlar 1, İspanlar 2, Portuqallar 4 və Yunanlar 5. Üçüncü ölkə nədir? Artıq onu biz yox, bizim dostlarımız sosial şəbəkədən bizə yazıb təqdim edəcək. Mən amma deyəcəksən axırda. Mən mütləq sizə axırda deyəcəm, heç problem yoxdur. Çox yaxşı davam elədiniz. Çox sağ olun ki, gəldiniz. Mən təşəkkür edirəm. Düşünürəm ki, elə pozitiv, maraqlı və əyləncəli həmsöhbət oldu. Yəni, insanlar da, elə biz bu verilişdən də bir növ daha, necə deyirlər, müsbət və pozitiv enerjini ötürə bildik. Nə gözəl, nə xoş mənə. Minnətdarıq bir daha. Təşəkkür edirəm. Və son bu sualı. Səyahətlərdə bir hədəfiniz varmı? Hansısa ölkən qalıb onu görüm? Açığı yoxdur. Məsələn, yenə dediyim kimi İtaliyaya təkrar getmək istəyirəm, İngiltərəyə təkrar getmək istəyirəm. Bir dənə var ki, mən Asiyada bir neçə ay yaşamaq istəyirəm. Əla. Bir dənə də bu sual verib bitirirəm. Sizi kifayət qədər izləyən bizim xanım izləyicilərimiz və gənclərimiz var. Varmı hər hansısa bir qısa onlara demək istədiyiniz söz, mesaj yoxsa necə?
Belə kaş bunu əvvəldən deyərdiniz, evdə düşünüb gələrdim. Məncə elə nə istəyirsə onu da deyin, yəni düşünməyə ehtiyac yoxdur. Hər şeyin pozitiv tərəfindən baxmaqlarını tövsiyə edirəm, çünki həqiqətən stəkanın dolu tərəfini görəndə dolunu da hiss edərək yaşayırıq. Əla. Çox sağ olun Nigar bir daha. Mən təşəkkür Minnətdarıq, işlərinizdə uğurlar Çox sağ arzulayırıq. olun. Bəli dostlar, siz Havada qalan söhbətlər layihəsinin növbəti buraxılışını izlədiniz. Gələn dəfə verilişimizdə hansı qonaqları görmək istəyirsinizsə bizə şərh qismində yazmaq unutmayın. Qeyd eləyək ki, həm də verilişimiz Avidesk Travel şirkətinin sponsorluğu ilə yayımlanır. Sağ olun, salamat qalın. Xudahafiz.